Deyil axı. Sən komandanın sütununu dəyişirsən tamamilə. İndi sütunu dəyişmək də çətin məsələdir. Ramil şeydə evdə ki, mən getmirəm. Bəli. Yəni tam alıram məvacibimi, otururam. Təzminat qarşılığında deyir. Yəni bu da təklif olunacaq. Təzminat qarşılığı deyəcək qardaş. Mən təzminat istəmirəm. Var məsələn il yarımlıq. İl yarımda otururam burada, il yarımı ya mən il yarımı maaşımı verin, gedim. Ya da ki mən otururam il yarımı ay maaşımı alacağam. Yəni bu tərəfdə də o da haqlıdır. Bəli. Yəni peşəkar. Hələ bu Azərbaycanlısınız, sən legionerə görüm onu rast ola biləcəksən. O da legionerlər var. Neftçidə səncə nələr dəyişməlidir? Hansı mövqeyə? Yəni denən dəyişilməyəcək mövqe var. Neftçiyə valla mən deyim də, Neftçidə Rıza Cəfərov, Edvin Kuç, Yuri Matyas qalsın. Yəni o bir neçə oyuncu qalmaq şərtindən. İndi Emin Mahmudov kapitan qədər dəyərli oyuncudur, komandanın önəmli figurudur. Yəqin ki, Zirədən sonra yaxşı olacaq deyə düşünürəm. Yəni 5 oyuncu istisna, Neftçinin çempionluq üçün mübarizə aparacaq heyətində heç kim yoxdur. Höccət haqq verdi, saxlamaq olar bəlkə onu. Amma o da höccətli eləyir də arada. Höccətli eləyəndə bu mövsüm o qədər komanda zəif təsir bağışlayıb ki, elə höccət biraz normal futbol oynayıb sanki. Yəni məncə bütün fazalarda hücuma futbol çalmaq lazımdır. Yarım müdafiə hücum. Hər iki dəyişmə oyuncu almaq lazımdır. Yarım müdafiənin mərkəzində Ozoviç düşəndə çatdırmır 90 dəqiqə ora bir oyuncular Emin Mahmudovun yanına yaradıcı və ya 8 nömrə oynayacaq Edvin Kuç oynayır 6, 8 10 oynaya biləcək bir oyuncu lazımdır. Müdafiənin cinahlarında indi Kofi ilə Mustafa Sek oynayır. Bilməm indi onları saxlayacaqlar, yeni gəliblər. Pis yaxşı oynayırdılar amma yəni indi Kofini saxlamaq istəyir. Bəli, Kofi əslində özünə sağ oynaya bilir. Amma əsas məsələ də nədən ibarətdir Ramiz? Yəni elə oyunçular da var ki, Azərbaycan Premyer Liqasında legioner oyunçular, digər klublarda forma geyənlər, onlar da gələn təkliflər fonunda Neftçiyə o qədər də isti yanaşmır. Məsələn, onlardan biri, elə istəyirsən o xəbəri də bula qataq, zəhmət olmasa, Fransa yığmasının sabiq oyuncusu Neftçinin sərfəli təklifini niyə geri çevirdi? Bilirsən kimdən gedir söhbət? Şamaxıdan ayrılan yarım müdafiəçi İbrahim Konate artıq Zirə ilə müqavilə bağlayıb. Müqavilənin müddəti də 2 ildir. Bu rəsmi xəbərdir, yoxsa sizin xəbərdir? Bəli, Sportinfonun Sportinfon xəbərdirsə şək eləmək olmaz. Şək eləmək olmaz. Neftçi də dəvət göndərmişdi futbolçuya. Ona illik hətta $150.000 təklif etmişdi. Ancaq Konate bundan yox, daha önəmli şərtlər irəli sürən Zirənin yolunu tutub. Niyə? Çünki deyilənə görə qəsəbə təmsilçisinin Avrokuboklarda iştirakı Fransalı futbolçunu daha məmnun eləyib. Yəni maliyyə şərtləri də yəqin yaxşı olub. Ona görə də bu günlərdə sportda Neftçinin çox önəmli bir futbolçusuna legioner verilişini izləməyi unutmayın. Yuri Matyasın. Şəxsən dublyajının səsini mən oxumuşam. Matyas o qədər açıq, o qədər belə o olmasa lider futbolçudur da. Yəni o qədər təmiz danışıb ki. Mən buradan yəni belə deyək də bir ipucu verim, məsələn Zirədən danışıb. Zirənin həddindən artıq bəyəndiyini qeyd edib, bir komanda kimi. Oyun olaraq. Rəşad Sadıqov xüsusi qeyd edib. Bəli. Yəni Zirə bu mövsüm Qarabağ ayrı bir leveldir. Top leveldir. Zirə bu çempionatın həqiqətən bu çempionatın nümunə komandasıdır. Kollektiv necə formalaşdırıla bilər? Bu komanda bir neçə ilə necə yaxşı formaya düşüb, belə deyək də, normal öz yoluna gedən qatara çevrilə bilər, bunu Zirə göstərib. Zirə, bəli. Zirə oyun olaraq... İbrahim Konateni də aldılarsa, gör ortada nə işləyir görəcəklər. Çox yaxşı. Salifi Suma. Saxlasılar, ona da elə müqavilə imzaladılar yeni. O futbolçu da Zirə yetirməsi kimi sayılır. Ruanı saxladılar. Ruanı saxladılar, müqavilə artırdılar. Yəni Suma ilə Cibrila həm gənc yaşda gəliblər, həm də çox ucuz, az maaşı oynayıblar. 17-18 yaşından. O futbolçular elə bir ki, Zirənin öz yetirmələridir. Ona görə də vəfa seleksiya baxımından Zirədən nümunə götürülməlidir. Yəni bu transfer işləri ilə kimlər məşğul olur? Və seleksiya işini kimlər həyata keçirir? Əslində seleksiya işini bəllidir, yəni Zirədə işlər kim görür. Hətta o gördüyü işlərin təsiri nəinki Zirədən, səsi Qarabağdan da çıxır. O qədər düzgün seçimlər edirlər ki. Yəni bir sözlə klubu necə idarə etmək lazımdır, komandanı necə formalaşdırmaq lazımdır, bunu artıq Zirə eləyib. Xatırlayırsansa, 2-3 mövsüm əvvəl Rəşad Sadıqov mətbuat konferansları necə keçirdi? Komandanın heyəti dayazdır, dərin deyil.
cəhbələrdən varsa, hücum xəttində hətta problemlər var. Hələ də 9 nömrələri yoxdur. Bəli, bəli. Hələ də bir bildiyimiz 9 nömrə forvard yoxdur. Klassik 9 nömrə yoxdur. Amma yəni bu komanda çox əla futbol oynayır. Yəni ümid edirik ki, bu temp